Salam uşaqlar. Bu günləri biz hədəfin həyata keçirdiyi blok sınağının 3-cü qrup 11-ci siniflər üçün olan test tapşırıqlarının izahı ilə tanış olacağıq. Bu arada testlərimiz A variantında öz əksini tapan testlərdir. 31-ci testimizdə ana xaqanlığından fərqli olaraq ata xaqanlığı dövründə test öz əksini tapıb. Burada uşaqlar biraz ziddiyyətli məqam var, onu qeyd edəcəm. Yeni sənət sahələrinin yaranması bu deməli hər iki dövr üçün oxşar cəhətdir. Belə ki, neolit dövründə məsələn biz nümunə çəksək, orada toxuculuğu, duruqçuluğu qeyd edə bilərik. Orta tunc dövründə desək, burada da balıqçılıq, daha doğrusu bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq bunları qeyd edə bilərik. İnsanlar kollektiv yaşayırdı, bu doğru fikirdir. Məsələn, ana xaqanlıq dövründə biz qəbilə icmasını deyə bilərik, ata xaqanlıq dövründə tayfaları da qeyd edə bilərik. Axirət dünyasına inan vardı deyirsə, bu da hər iki dövr üçün oxşar xüsusiyyətdir. Axirət dünyasına inan orta paleolit dövründə yaranmışdı və ondan sonraki bütün dövrlərdə var idi. Qaldı A və B variantı. Deməli bilirsiniz ki, yeniliklər var bu 6-cı sinifdə və bu yeniliklərə əsasən biz artıq metal işləmənin, metallurgiya və metal işləmənin əsasının deməli eneolit dövründə qoyulduğunu bilirik, ibtidai metal işləmənin əsasını və bunun hansı belə ki, yəni ilk metala mis olduğunu, misin ilk vaxtlar belə deyək, soyuq dövmə üsulu ilə müxtəlif əşyalar hazırlandığını misdən, daha sonra isə bunu belə deyək, ocaqda qızdırırlar, xüsusi qablara əridib tökürdülər və belə ibtidai metal işləmənin əsası qoyulur. Əgər bu təzə nəşrlə biz yola çıxsaq, cavabımız 100% A variantı olacaq. Ticarətin meydana gəlməsi, bəli, mübadilə məsəl erkən tunc dövründə, mübadilənin inkişafı nəticəsində ticarət orta tunc dövründə yaranmışdır. Orta tunc dövrü də deməli nə olacaq? Ata xaqanlıq dövrü olacaq. Amma mən səhv etmirəmsə, bu ilki belə deyək, 11-lər üçün səhv etmirəmsə yox, artıq DİM də öz açıqlamasında qeyd edib ki, bu ilki 11-lərə yeniliklər düşməyəcək. Çünki onlar oxumayıblardı o məlumatları. Ona görə uşaqlar metal işləmənin meydana gəlməsi əvvəlki nəşrlərdə erkən tunc olaraq qeyd edilirdi. Bu biraz ziddiyyətlidir. Amma əgər test yeni nəşrlə salınıbsa, burada təbii ki, cavabımız olacaq A variantı. 32-ci testimizdə eradan əvvəl 4-cü əsrdə Yunanistan və Romaya aid olan məsələləri tapacağıq. Makedoniya dövləti ilə mübarizə apardı Yunanistan. Bu uşaqlar eradan əvvəl 338-ci il məşhur Xeyroneya döyüşüdür. Bu da təbii ki, 4-cü əsrə təsadüf etdiyi üçün bizim doğru cavablar içərisində olacaq. Aralıq dənizi hövzəsində güclü dövlətə çevrilməsi bu Yunan-İran müharibəsi nəticəsində eradan əvvəl 5-ci əsr cavabımız deyil. Roman əyalətinə çevrildi. Eradan əvvəl 146-cı ildə, bu isə 2-ci əsridir. Deməli, bu da bizim cavabımız ola bilməz. Romaya baxdıqda maliyyə işlərinə senat nəzarət edirdi. Bu doğrudur. Bütün İtaliyanın işğalı 3-cü əsrdə başa çatdırılıb. Paytaxt başqa şəhərə köçürüldü. Bəli, 330-cu ildə paytaxt Vizantiya köçürülüb. Bu eldir 4-cü əsr. Amma bizim İran 4-cü əsr olduğu üçün cavabımız olma bilməz. Cavab olacaq B variantı. 33-cü test tapşırığında 40-cı illərin birinci yarısı, yəni 1845-ə qədərki olan hadisələrə baxacağıq biz. Rəhtarın ləğv edilməsi 1836-cı ildir. Cavab deyil. Feodal asılığı 1870-ci il. Bu da düzgün cavab deyil. Məhkəmələrin açıq keçirilməyə başlanması 1866 məhkəmə islahatı ilandı. Bu da aid deyil. Bakı quberniyası yaradılması 1859-cu ildə baş vermişdir. Bu da aid deyil. Qalır E variantı. Baxırıq, ali müsəlman təbəqəsi idarələrdən uzaqlaşdırırlar. Bu 1841-ci ildədir. Doğru cavabdır. 34-cü sualımızda Pun müharibəsi aiddir. Deməli, şu anda Pun müharibəsi eradan əvvəl 3-cü əsrin 1-ci yarısında başlamışdır. Roma və Karfagin arasında gedən bu müharibə Aralıq dənizinin qərbindən nəzarət etmək uğrunda baş vermişdir. Yəni Siciliya adası. Buradan yola çıxsaq cavabımız olacaq A variantı. 35-ci sualımızda xronoloji acılığı tapacağıq. Bu bir xaqan 552-ci ildə Göytürk dövlətinə əsasını qoymuşdu. 639-cu ildə Kürşad üsyanı baş vermişdi Çin əsarətinə qarşı. Avropa Hun dövləti 470-ci ildə süqut etmişdi. Türk dilində ilk dəfə Quranın təfsiri isə bu 10-cu əsrin sonlarıdır. Deməli, Qaraxanlı dövlətinə aiddir. Axırda 4 olmalıdır. Əvvəldə 3 olmalıdır. Cavab oldu E variantı. 36-cı sualımızda erkən tunc dövründə Azərbaycanda əhalinin dini görüşlərində baş vermiş yeniliklərdəndir. Nə ola bilər burada? Uşaqlar xüsusi ibadət evlərinin tikilməsi və qurulan qəbirlərin yaranması D bəndi olacaq. Məişət əşyalarının başlanması deyirsə, uşaqlar bu mezolit dövrüdür. Bunu çıxmalıyıq cavablardan. Evlərin içərisi də eneolit dövrü olduğu üçün, əksinə erkən tunc dövründə evin harasına, çölünə çıxardırlar. 37-də Manna dövləti və İskit tayfalarının Midiya dövləti ilə münasibətlərinin nəticələrinə aid ümumi cəhəti tapacağıq.
Burada təbii ki cavab olacaq uşaqlar Assuriyaya qarşı mübarizənin aparılması bu mənə elə gəlir ki, nisbətən sadə sualdır. Sonra 38-ci sualımızda sadədir. Oğlanqala yaşayış məskəni Orta Tunc dövrünə aid Naxçıvandakı şəhər mərkəzlərindən biridir. Deməli cavab B olacaq. Oğlanqala. 39-cu sualımızda daha sonra baş vermişdir. Mülki işlərə hərbi məhkəmələrdə baxılması qaydası bu 1840-cı il İnzibati Məhkəmə islahatları ilə əlaqədardır. Xəzər vilayəti 1846-cı il deməli bu quberniyaların yaranması, Şamaxı, Tiflis, Kutaisi, Dərbənd quberniya yaradılması ilə əlaqədardır ki, bu quberniyalar yaradılır və Xəzər vilayətlər Gürcü Milləti quberniyası ləğv edilir. Vahid Kənd İdarəsi 1865-ci ilə aiddir. Qafqaz Canişinliğinin təsisi 44-cü ildir. İrəvan 49-cu ildir. Daha sonra deyirsə uşaqlar C bəndə olacaq. 40-cı sualımızda Seleviklərin atropatiyaya yürüş etdiyi əsrə uyğun gəlmir deyir. Seleviklər eradan əvvəl 223-cü ildə yürüş ediblər. Bu isə 3-cü əsrə təsadüf edir. 3-cü əsrə aid olmayan tapacağıq. Hindistanda daşdan yonulmuş darvaza bu 1-ci əsrə aiddir. Eradan əvvəl cavablarımız içərisində olmalıdır. Mərkəzi Asiyada ilk Türk dövləti Asiya Hun dövlətidir. Bu 220-ci ildə Teoman Tanrı tərəfindən yaradılmışdır. 3-cü əsrə təsadüf edir. Çində bütün ölkə üçün vahid ölçəkli pul Sin Shi Huan'ın adı ilə bağlıdır ki, bu da 3-cü əsrdədir. 221-də qeyd ediləcək. 220, daha doğrusu 21-ci ildə. Deməli, qulların öldürülməsi 2-ci əsr. Bizim İran 2-ci əsr Adriana aid olduğu üçün doğru cavabdır. Şumer şəhər dövlətlərdə 3-cü minilliyə aid olduğu üçün bu da doğru cavabdır. E variantı olacaq. Sonra 41-ci test tapşırığımız bu keçən dəfə bu sualın bir oxşarı, bir bənzəri güvənin sınağına da düşmüşdü. Deməli 5-ci əsrdə Kiçik Asiyanın qərbinə Yunan şəhər dövlətləri üsyan qaldırır. Afinalılar onlara kömək eləyirlər. Beləliklə Yunan-İran müharibəsi başlayır. Yunan-İran müharibəsi və Əhəməni donanması Egey dənizində donanma saxlamağı qadağan edilir. Müharibə nəticəsində Afina qələbə qazanmışdı, müqavilə imzalamışdı və belə bir qadağa qoyulmuşdu. Cavab olacaq D variantı. 42-ci testimizdə Fraspa döyüşündən söhbət gedir. Eradan əvvəl 36-cı il Fraspa döyüşündən söhbət gedir. Deməli, bu döyüşün nəticəsini soruşur bizdən uşaqlar. Fraspa döyüşündə bilirsiniz ki, eradan əvvəl 36-cı ildə Roma ilə müttəfiq ordusu olan Parfiya və Atropatena arasında baş vermişdi və müttəfiqlər qələbə qazanmışdı. Cavabımız elə B variantı olacaq. İmperiya burada A variantı imperiya sözü səhvdir. Burada da imperiya sözü səhvdir. Atropatena qalib gəlib. Atropatena Parfiya asfaltə düşüb. Belə bir məsələ isə yoxdur. 43-cü testimizdə Qaraxanlı dövləti üçün səciyyəvidir deyir. Baxırıq biz erkən feodalizm dövründə yaranması. Deməli, erkən feodalizm 3-11-ci əsrləri şərq dünyasında 3-11-ci əsrləri əhatə edir. Qaraxanlı isə 840-cı ilə yaranıb. Bu bizim testimizin şərtini ödəyir. Qırğız tayfaların üsyan nəticəsində süqut etməsi bu yanlışdır. Deməli, bilirik ki, biz Qaraxanlılar, Qaraçıtaylar və Xarəzmşahlar tərəfindən belə də bir qolu, 2 qola 1043-də parçalanmışdı və sonraki hadisələr isə 1212-ci ildə tamamilə Xarəzmşahlar tərəfindən son qoyulacaq. İlk paytaxtının Kaşqar olması da yanlışdır. Kaşqar kimi diyor, Satuq Buğraxan tərəfindən köçürülmüşdü paytaxt. Saman dövlətinin ərazisinin bölüşdürülməsində iştirak etməsi isə təbii ki, bizim testimizin cavabı olacaq. Hansı ki, Qəznəvlərlə Qaraxanlılar 999-cu ildə Samanlıları bölüşdürmüşdülər. Aşağıdakı hadisələrdən yerini dəyişəcəyik, xronoloji ardıcılığı tapacağıq. Albaniya 262, Xristiyanlıq 313, Aqven kilsə məclisi 488, İkinci Vaçe 463, Amitsə 359. Baxırıq uşaqlar, biz 3 ilə 5-i dəyişsək bizim doğru cavabımız olacaq. 359-dan 488. Sonraki 45-ci testimiz Çində Xan sülaləsi dövrünə aid deyildir. Eradan əvvəl 3-cü əsrdə hakimiyyətə gələn Xan sülaləsi bizim İranın 3-cü əsrinə qədər hakimiyyətdə olmuşdu. Və bunların hakimiyyəti dövründə Çin əhalisi vahid xalqa çevrilir, elm və mədəniyyətə qayğı göstərilir, sarımsaqlar və qırmızıqaşlılar üsyanı baş verir, kənd üsyanları və işğallar nəticəsində Böyük İpək yolu, dünya ticarət yolları falan yəni Çin qoşulur. Cavab olacaq E variantı ilk dəfə inzibati cəhətdən vilayətlərə bölünməsi Sin sülaləsinin adı ilə bağlıdır. 46-cı sualımızda eradan əvvəl 2-ci əsrə aidilən hadisələri tapacağıq. Azərbaycanda quldar dövlətlərin mövcud olması doğru fikirdir. Atropatena və Albaniya dövlətidir bunlar təbii ki. Bunlar quldar dövləti idi.
Hindistanın yenidən ayrı dövlətlərə parçalanması bu eradan əvvəl 180-ci ildə Maurya sülaləsinin süqut etməsi ilə baş vermiş bir hadisədir. Bu da 2-ci əsrə təsadüf etdiyi üçün elə bizim cavabımız olacaq 1-2. İlk böyük gəlişi 8-ci əsr, 8-7-ci əsrlər, Romanın geniş işğalçılıq dövrünə qədəm qoyması isə 3-cü əsrdir. Sirdakka şəhəri imzalanmış müqavilə, bu da nisbətən sadə sualdır. Sirdakka müqaviləsi eradan əvvəl 714-cü ildə Manna dövləti ilə Assuriya dövləti arasında imzalanmışdı. Azərbaycanın ilk adına rast gəldiyimiz yazılı müqaviləsidir. Bu müqavilə nəticəsində Manna xərac ödəməli idi və Assuriya da bunun əvəzində işğal olunan Urartunun işğal etdiyi torpaqların Mannaya qaytarılmasına, azad edilməsinə kömək etməli idi. 48-ci sualımızda daha əvvəl baş vermişdir. Hərbi Şura 1837-ci ildə baş verib, Qubadyanın gedişində yaradılıb. Kəndli qruplarının ləğv edilərək mülkədar tabirisi 1846-cı il reskriptlə bağlıdır. Yezavetpol quberniyası 1868-dir. Alban katolikosluğu 1836-dır. Qafqaz canişi isə 1844-dür. Deməli, daha əvvəl deyirsə, təbii ki 36 olacaq cavabımız D variantı. 49-cu testimizdə Metehan, Ramzes və Trayanı Venn diaqramında müqayisə edəcəyik. İşğalçılıq siyasətinin aparılması istisnasız hər üç üçün oxşar cəhətdir. Məsələn, Fələstin, Finikiyanı, Suriyanı ələ keçirən Suriyanın cənubunu deməli 2-ci Ramzesdir. Parfiya yürüyüş edib Ktesfonu tutan Mark Trayandır. Metixaqanda elə Monqol və Tibeti deyə bilərik, kitab edilməsi və yaxud Çinin şimalını ələ keçirməsini qeyd edə bilərik. Belə buradan biz yola çıxaraq testimizin cavabını da tapmış olduq. Hitlerlə müqavilədə Ramzesə aid oldu. Deməli 2-yə D-yi, 4-ə də A-nı tapsaq cavabımız olacaq D bəndi. 50-ci sualımızda səbəb nəticə əlaqələrinə aid uyğunluğu müəyyən edəcəyik. Şumerlərdə şəhərlər arasında müharibələr artır. Hərbi başçılar hökmdara, yəni Luqala çevrilir. Bu doğru fikirdir. Luqal adlanırdı bunlar, bilirik ki biz. Qavqamela döyüşündə Makedoniyanın qalib gəlməsi, Misirin müqavimətsiz təslim olması bu yanlışdır. Çünki Qavqamela döyüşü Misirdən sonraki hadisədir. Yəni Misir 332-də, Qavqamela 331-də baş vermiş hadisələrdir. Təbii ki, eradan əvvəl. Yunanistanda demokratiyanın bərpa olması eradan əvvəl 5-ci əsr və Afinada bunun nəticəsində Yunan elminin mərkəzdən çevriləcək. Əvvəl Milet idi, sonra Afina olur. Cavab elə 1-3 oldu. Kadeş müqaviləsində Cənubi Suriya yox, Şimali Suriya Hitlərdə qalır. Mauriya sülaləsinə son qoyulması, Hindistanın vahid dövlətə çevrilməsi bu yanlışdır. Əksinə Mauriya sülaləsi elə Hindistanın vahid dövlətə birləşdirmişdir. Cavab oldu 1-3. Burada yerləri biraz belə deyək ki, səhv yazılıb. 51-ci sualımızda Arşakilər sülaləsinin hakimiyyət dövrünə aid deyil. Arşakilər sülaləsi 1-ci əsrdən 6-cı əsrə qədər, yəni 510-cu ilə qədər hakimiyyətdə olub və onların hakimiyyəti dövründə 359-371-ci illərdə Roma imperiyasına qarşı Sasanilərə müttəfiqi kimi mübarizə aparmışdır. Paytaxtı 2-ci Vaçe Bərdiyə köçürmüşdür. Mərkəzləşdirilmiş dövlət idi. Bunu biz 1-ci Cəsur Vaçaqandan etibarən bilirik. 462-ci ildə də Haylandur Hunlarına qarşı mübarizə aparmışdır. Hökmdarın öz pullarını kəstirməyə başlaması bu qədim dövr Albaniyaya aid, eradan əvvəl 3-cü əsrə aiddir. Arşakilər dövrünə təsadüf etmir. 52-ci sualımız maraqlı sualdır. Məzdəklər hərəkatının fərqli olaraq 2-ci Vaçenin başlıq etdiyi hərəkat. Təbii ki, bu nə olacaq uşaqlar? Azadlıq mübarizəsi idi. Bu 2-ci Vaçenin məzdəklərdən fərqi Xürrəmlərlə oxşar cəhətidir. 53-cü testimizdə xronoloji ardıcıllıq, Atropatenanın Selevkilərinin çıxması 190 eradan əvvəl, bu dediyimiz kimi 3-cü əsrdə eradan əvvəl, Karrada eradan əvvəl 53-cü ildir. Deməli, cavab olacaq 2, 1, 3. Xəritədə verilənlərə əsasən tapacağıq ərazini. Deməli, baxın, 2 Hindistandır, 4 Çindir, 3 Rusiya ərazisidir, 1 Osmanlı deyə bilərik, Türkiyəni deyə bilərik, qədim dövr üçün Het padişahlığını da deyə bilərik, 5 isə Yunanistandır. Baxırıq ki, 5-ci əsrin 2-ci əsrdə vətəndaşların idarətində iştirak genişlənir. Bu doğrudur. Periklin dövrünə aiddir bu. Burada cavab elə 5 olacaq, Yunanistan olacaq uşaqlar. Deməli, birinci xüsusiyyət Periklin dövrünə aiddir Yunanistan. 5-ci əsrin 2-ci yarısında Əhəmənilər üzərində qələbə qazanmışdı Yunanlılar. Bunu bu Yunan müharibələri biz bilirik. Deməli, 54-də oldu 5, yəni Yunanistan. 56-cı testimizdə Şumerlərə aid olanları tapacağıq. Tarixdə ilk yazılı qanunlar, bəli, məhz Şumerlərə aiddir. Mərkəzi Asiyada ilk türk dövləti Hunlara aiddir.
Memarlıqda tağ üsulu və sütunlarda istifadə etmişlər. Bu doğrudur. Dünya tarixinin ilk imperiyası yaratmışdılar. Yanlışdır. Bu Akkadlara deməli aid olan bir xüsusiyyətdir. Akkad dünya tarixinin ilk imperiyası. Bu da bilirsiniz ki, deməli Şumer şəhər dövlətlərinin zəifləməsi, bu da xarici belə deyək, hücumlara şərait yaradır və Şumerlərin şimalında yaşayan Akkadlarla başçı olan Sargon yürüş edərək dünya tarixinin ilk imperiyası olan Akkadı yaradır. Şumer şəhər dövlətlərini işğal edərək. Cavab olacaq 1-3. Komendant idarə üsulu dövründə mərkəzi Dərbənd hərbi, bax bunu sizə keçən dəfə demişdim. Hərbi idarə rəisliyi uşaqlar 1806-cı ildə işğal olunanlardır. Yəni Qubadır, Bakıdır, Dərbənddir. Bunları çıxanda bizim camımız elə qalmış olur. Aydındır? Tabi değildi deyir. 1, 2, 4. 57-ci sualımızda Misirdə Çati strateji senat uyğunluğu tapacağıq. Mən burada gözümə ilk dayan plebeydir. Bunu mən buradan çıxardıram. Plebey romanlara aiddir. Vəzifəyə təyin edilirdi kim uşaqlar? Təbii ki, strateg. Ordu və donanmaya başçılıq edir təbii ki, strateg. Məhkəmə işlərinə nəzarət edilirdi Çati. Müharibə və sülh məsələləri həll edirdi senat. Mənbə sualımız deməli nisbətən sadə mətindir. Demək, qalçomaqlar çevrildi. İslahat kənddə mövzudan kapitalist münasibətlərin keçməsinə şərəf. Bu uşaqlar 1870-ci il kənd əsasnaməsinə aiddir. 1870-ci il kənd əsasnaməsinə aiddir. Mətndə bəhs olunan islahat yalnız və yalnız sahibkar kəndlərinə aid edilirdi. Sahibkar kəndlərinə. 60-da nə deyir? Rusiyadan fərqli cəhətini yazacağıq. Ən azı 2 deyirsə biz yenə də 1-2-3 dənə yazarıq. Rusiyadan əsas fərqi o idi ki, uşaqlar, məsələn, Rusiyada bunu məsələn yaza bilər ki, dövlət kəndlərinə aid edilmişdi, bizdə dövlət kəndlərinə aid edilmirdi, bunu qeyd edə bilərik. Və yaxud da maddi yardım məsələsində Rusiyada kəndlərə maddi yardım göstərilirdi, bizdə göstərilmirdi. Belə yaza bilərik ki, Rusiyada keçirilən statın fərqli, deməli, Azərbaycandakı kəndlərə maddi yardımın göstərilməməsi. Belə qeyd edə bilərik. Sonra bayaqlarında dedik, dövlət kəndlərinə aid edilməməsi. Bizdə bir də üçüncü xüsusiyyət olaraq məsələn nə yaza bilərik? Müvəqqəti mükəlləfiyyətli vəziyyətini yaza bilərik. Əslində fərqli deyil, Rusiyada da var idi. Sadəcə Rusiyada 81-ci ildə son qoyulmuşdu, bizdə 1912-13-cü ildə. Yox, elə bu iki dənə səbəbi qeyd edə bilərik məncə. Kifayət eləyər. Adında. Və yaxud da şeyi də qeyd edə bilərik. Maddi yardımın göstərilməməsi və bizdəki qiymətlərin Rusiyadan baha olmasını da qeyd edə bilərik. Yəni satın alma, torpaqların satın alma qiymətlərini aşağı və bunu qeyd edə bilərik. Belə, məncə orta sınaq idi. Yəni elə də çətin suallar yoxdur. Amma istənilən halda abituriyentlər üçün faydalıdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Minnətdarım.